Eşaya 31-ci fəsil. Misirə güvənməyin. Kömək üçün Misirə inənlərin, atlara güvənənlərin vay halına. Onlar döyüş arabalarının çoxluğuna, süvarilərin gücünə bel bağlayır. Amma İsrailin müqəddəsinə baxmırlar, Rəbbi axtarmırlar. Lakin Rəbb tam hikmətə malikdir. O bəla gətirər, öz sözlərini geri götürməz. Pislik eləyən adamlara, günahkarlara kömək eləyənlərə qarşı çıxar. Misirlilər Allah deyil, insandır. Atları da ətdəndir, ruhdan deyil. Rəbb öz əlini uzadanda yardım eləyən büdriyəcək, yardım alan yıxılacaq. Hamısı birlikdə məhv olacaq. Çünki Rəbb mənə belə dedi. Şir ya gənc aslan öz şikarı üstünə nərə çəkəndə, bir dəstə çoban ona qarşı haray salsa da, aslan onların səslərindən qorxmur. Qışqırıqlarına məhəl qoymur. Ordular Rəbbi də elə enəcək. Sion dağını, onun təpələrini qorumaq üçün döyüşəcək. Quş qanad açıb necə balalarını qoruyursa, ordular Rəbbi Yerusəlimi də belə qoruyacaq. Müdafiə eləyəcək, qutaracaq, saxlayacaq, xilas eləyəcək. Ey İsrail övladları, üz döndərdiyiniz Rəbbə tərəf dönün. Çünki o gün hamınız əlinizlə günahkarcasına düzəltdiyiniz qızıl və gümüş bütlərinizi tullayacaqsınız. Aşurlular qılıncdan məhv olacaq, insan qılıncından yox, onlar qılıncdan keçiriləcək, amma bu insan qılıncı olmayacaq. Aşurlular döyüş meydanından qaçacaq, cavanları isə yaxalanıb qul olacaq. Aşur padşahı dəhşət içində qaçacaq. Sərkərdələri bayraqlarını atıb vəlvələyə düşəcək. Bunu alovu Siyonda, ocağı Yerusəlimdə olan Rəbb bəyan edir.